Qədim Bakı, zəngin mədəniyyətə və yeraltı sərvətlərə malik olan doğma şəhərimiz. 19-cu əsrin ortalarında Bakı ətrafında qara qızılın kustar üsulla da olsa hasil edilməsi şəhərimizi dünya neft sənayesinin mərkəzinə çevirdi və bu da Bakıya böyük kapital axınına səbəb oldu. Ancaq xarici kapital sahibləri burada yalnız gəlir əldə edirdilərsə, xalqımızın layiqli evladları şəhərimizin abadlaşdırılmasını, əhali arasında savadlığın yayılmasını, mədəni obyektlərin tikilməsini həyata keçirirdilər. Tariximizdə dərin izlər buraxmış Bakı elitasının parlaq nümayəndəsi, 11 neft milyonçusunun yeganə bəyi, ilk Azərbaycanlı məhkəmə hakimi, Bakı Dumasının millət vəkili, 1-ci gildiyalı tacir, neft qurultayının üzvü, Bakıya ilk Rolls-Royce minik avtomobilini gətizdirmiş İsa bəy Hacınski idi. Azərbaycan xalqının 20-ci əsrdə fəxr edəcəyi, qürur duyacağı böyük şəxsiyyətlərdən biri İsa bəy Hacınskidir. Bu insan milli tariximizə həm bir sahibkar, həm Azərbaycan xalqının mənafeyini müdafiə edən bir dövlət xadimi və o cümlədən xeyriyyətçi kimi daxil olub. Çox məşhur bir nəslin nümayəndəsidir. Onun şəcərəsi ilə tanış olduqda görürsən ki, Bakının ən tanınmış nəsillərinin nümayəndəsinin birinin təmsilçisidir. Doğrudur, əsl demək, müştəri Bakının Romanı kəndində olsa da, sonradan Bakıya köçürülür. Amma xüsusilə 19-cu əsrdən sonra 20-ci əsrin əvvəlində İsa bəy Hacınskinin həyata keçirdiyi demək, işlər, gördüyü işlər, onun Bakı Şəhər Dövlət Dumasının üzüm kimi fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Və Bakı Azərbaycan xalqının fəxr etdiyi, xüsusilə Bakı şəhəri əhalısının fəxr etdiyi milli parkın, daha doğrusu bulvarın salınmasında İsa bəy Hacınskinin müstəsna rolu vardı. Hətta mən deyərdim ki, onu indi neftçilər prospektə alır, amma yaxşı olardı ki, elə onu İsa bəy Hacınski prospektə adlandırsalar daha dəqiq olar, daha ədalətli olar. İsa bəy Hacınski uzun illər ərzində Bakı Şəhər Dumasının millət vəkili kimi iclaslarda haqq səsini ucaldır, öz prinsipial mövqeyini ortaya qoyur və bizə düşmən kəsilən erməni fraksiyasından olan Duma üzvləri ilə daima mübahisə edirdi. İsa bəy Hacınski Azərbaycan ictimai-siyasi həyatında, eyni zamanda Azərbaycan iqtisadi tarixində öz imzasını qoymuş şəxsiyyətlərdən biridir. Azərbaycanda milli sahibkarlığın formalaşmasında İsa bəyin çox böyük əməyi var və bunu da qeyd eləmək lazımdır ki, İsa bəy bizim digər sənayeçilərimizin arasında onunla fərqlənirdi ki, o əsilzadə idi. Digər bizim neft milyonçularımızın bir çoxu müxtəlif sahələrdən bu peşəyə gələnmişlər, amma İsa bəy Hacınski zadəgan idi, bəy nəslindən idi və Azərbaycanda neft bumu başlayanda onun təməlində duranlardan biri idi. Və onun bütün sonraki fəaliyyəti Azərbaycan tarixində, istər iqtisadi tariximizdə, istər ictimai tariximizdə böyük iz qoymuşdur. Onun ictimai fəaliyyəti haqqında danışanda mütləq burada qeyd eləmək lazımdır ki, Bakı Şəhər Dumasının ilk üzvlərindən və ən fəal üzvlərindən biri idi İsa bəy. Hər zaman şəhərin ən vacib, ən gündəlikdə duran çətin problemlərinin müzakirəsində İsa bəy həmişə öz fikirlərini Dumanın iclaslarında açıq ifadə edirdi, öz mövqeyini müdafiə edirdi və bir ictimai xadim kimi istər Azərbaycanlılar arasında, istərsə də hökumət arasında çox böyük nüfuza malik. Onun ictimai xadim kimi fəaliyyətini biz həm də 1905-ci, 1906-cı illərdə baş vermiş erməni-müsəlman qırğınları zamanı görürük. Belə ki, o zaman iki milləti barışdırmaq üçün yaradılmış xüsusi komitənin üzvlərindən biri də İsa bəy idi və bu komitənin fəaliyyətində o çox yaxından iştirak edirdi. Hətta o zaman erməni və Azərbaycan nümayəndələri arasında bu sülhün əldə olunması istiqamətində danışıqlar gedirdi, yazışmalar gedirdi
və orada erməni nümayəndələri Azərbaycanlılara qarşı çox ultimativ tərzdə öz tələblərini irəli sürürdülər. Belə bir məktub mətbuatda çap olunanda Azərbaycan nümayəndələri erməni nümayəndələrinə cavab məktubu hazırlamışlar. Və o cavab məktubunda çox maraqlıdır ki, komitənin çoxsaylı üzvlərinin olmasına baxmayaraq, imzanı İsa bəy Hacınski ilə Əsədullah Əhmədov atmışlar və onlar çox belə qəti şəkildə ermənilərə öz mövqeylərini, Azərbaycan ictimaiyyətinin mövqeyini çatdırmışdır. İsa bəy Hacınski Bakıda 11 illik imperator 2. Aleksandr adına Oğlanlar Gimnaziyasının fəxri himayədarı olaraq hər il 1000 qızıl rubl keçirməklə məktəb üçün kinematoqraf və Vladikavkazda bağ evi almışdır. İsa bəy Hacınski Azərbaycan sərmayədarları, Azərbaycan millətləri içərisində özünün həm əsilzadə köklərinə görə, həm fəaliyyət dairəsinin çox şaxəli olmasına görə, həm çalışdığı sahələrdə bir çox ilklərin müəllifi kimi bizim digər sərmayədarlarımızdan, millətlərimizdən xüsusilə vardır. Allah hamısına rəhmət eləsin ki, o sərmayədarlarımız, o millətlərimiz ki, onların o zamanki fəaliyyəti xalqın xeyrinə olur. Onların o zaman yaratdıkları bu gün də xalqın xidmətində. Bunların sırasında Bakı Şəhər Dumasının fəaliyyətində çox yaxından iştirak edən, atasının, babasının bu ictimai orqandakı fəaliyyətini davam etdirən, Azərbaycan Dairə Məhkəməsinin ilk Azərbaycanlı hakimi olan, Azərbaycanın təkcə Abşeron yarımadasında yox, Şamaxı, Xaçmaz və digər yerində, Quba, Şamaxı qəzalarında geniş sərmayədarlıqla, geniş iqtisadi fəaliyyəti ilə seçilən İsa bəy Hacınski Azərbaycan xalqının 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində həm sosial-iqtisadi, həm ictimai-siyasi, həm mənəvi, mədəni həyatında böyük rol oynamış simalardan biridir ki, bu gün də onun tikdirdiyi binalar Bakının ən gözəl memarlıq abidələrindən biri olaraq qalmaqdadır. Bu gün də xalqımıza xidmət etməkdir. İsa bəy Hacınski çox gözəl ailəyə sahib idi. Onun qaynı ilk Azərbaycanlı kimyaçı alim, professor Mövsüm bəy Xanlarovun olması həm evladlarının xaricdə mükəmməl təhsil almasına, həm də İsa bəyin ümumilikdə təhsil konsepsiyasının formalaşmasına böyük təsir göstərmişdir. Lakin amansız bolşeviklərin hakimiyyətə gəlməsi İsa bəyin ailəsini pərən-pərən saldı. 3 oğlu Fransaya mühacirət etdi. Bakıda isə həyat yoldaşı Xeyransa xanım Xanlarova, bir də yeganə qızları Zibeydə qaldı. İsa bəy Hacınskinin nəhəng varidatı zorla əllərindən alınaraq quldur bolşeviklərin əlinə keçdi. Ancaq onun tikdirdiyi möhtəşəm binaları Bakının memarlıq şedevrlərinə çevrilərək bu gün də şəhərimizi bəzəyirlər. Bilirsiniz, bu bina Bakı, köhnə Bakılılar binanı Hacınski binası kimi tanıyırlar. Həqiqətən Bakının indi də bir simalarından biridir. Mən işləmirəm ki, birinci neft bumu vaxtında, 19-cu əsrin sonunda, 20-ci əsrin əvvəlində həqiqətən bina Bakının bir simalarından bir vizit kartı idi. Həqiqətən bina Bakının o dövrünün əksidir. Bilirsiniz, biz bunu həm eklektik memarlığında, bir memarlıq epoxasının o ayrı bir memarlıq, bilirsiniz, üslubunun üstünləməyində, bilirsiniz, binanın çox gözəl, incə şəkildə işlənmiş daş detallarında, həqiqətən binanın belə epotaj memarlığında, eklektik memarlığında və bütün o dövrünün binaları faktiki bu belə deyək, bu gözəl üslubda tikilmişdir və dünya memarlığında bu memarlıq dövrünə, Bakının memarlıq dövrünə Bakı moderni üslubu memarlıq tarixçiləri adlandırırlar. Bilirsiniz, həqiqətən indi də belə bir fikir var ki, binanın fasadı binanın sahibinin əksidir. Həqiqətən binanın incə fasadında, onun elegant detallarında, bilirsiniz, onun gözəlliyində biz İsa bəy Hacınskinin aristokratlığını, İsa bəy Hacınskinin sosial səviyyəsini görürük.
Mən bir məqama da toxunmaq istəyirəm. Bu binanın faciəvi tarixinə bilirsiniz. Təəssüf ki, 1918-ci ildə bu erməni Azərbaycan hadisələrinə vəhşiliyindən sonra 1919-cu ildə İsabəy Hacınski öz dünyasını dəyişdi. Ailəsi bu binadan qovuldu və bu binada 1935-ci ilə qədər Rest-Sol belə bir təşkilat, dövlət təşkilatı yerləşirdi. Sonra bu binada 44-cü ildə biz bilirik ki, Charles de Gaulle, Fransa prezidenti gəlmişdi. Yusif Məmmədəliyev yaşayırdı və onlara bu şəxslərə aid binanın fasadlarında çox gözəl xatirə lövhələri var. Amma nəyə görə biz indiyə kimi İsabəy Hacınski haqqında belə bir gözəllik, bizə yadigar qoyan, belə bir gözəl binaları Bakı üçün, yəni insan üçün biz indiyə kimi lövhəni qoymamışıq. Nəyə görə onun xatirəsinə biz Bakının mərkəzində bir küçə adını qoymamışıq. Mən hesab edirəm bu səhvləri biz mütləq düzəltməliyik. Sovet dövrünün çətinliklərinə baxmayaraq, İsabəy Hacınskinin nəslinin davamçıları Bakı şəhərində yaşayıb yaratdılar. Nəvə nəticələrinin hər biri öz babalarının adını uca tutaraq xalqımıza layiqli şəxsiyyətlər kimi yetişdilər. Onların arasında tanınmış alimlər, hüquqşünaslar, diplomatlar, hərbiçilər, həkimlər, müəllimlər və digər peşələrin sahibləri vardır. Və hər biri müxtəlif sahələrdə fəaliyyət göstərərək daima babalarından əxs etdikləri yüksək insani keyfiyyətləri qürurla daşıyırlar. İsabəy Hacınskinin böyük bacısı Bilqeyis xanımın da nəvə nəticələri müasir Azərbaycanın dövlət quruculuğunda, ölkəmizin qanunvericilik bazasının yaradılmasında fəal iştirak edir. Yüksək mənəvi keyfiyyətlərə malik ziyalılar olaraq xeyirxah əməlləri ilə bu gün də köklərinə sadiq olan cəmiyyətimizin fəxr ediləsi nümayəndələridirlər.